Biz bugünkü dərsimizdə Excel-də düsturların kopyalanmasına baxacaq. Yəni ki, bizdə bir xanada yazılmış düsturu başqa xanaya köçürəriksə, nəticə necə olacaq? Və diqqətli olun, dediyim kimi, ən çox düşən suallar Excel-ə aid, ən çox düşən suallar bu mövzudan düşür. Bizdə kopyalamağın bir qaydasını biz bilirik. Ctrl-C, Ctrl-V ilə kopyalayırıq, düzdürmü? Bu qayda qalır öz yerində. Excel-də fərqli bir qayda da göstərəcəm. Yəni Ctrl-C, Ctrl-V həmişə öz yerində durur. Onu tərpədən yoxdur. Mən xanaya 1 yazdım. Təsdiqlədim. Bizdə bu xanaya 1 yazılıb. Düzdür? Xananı seçən zaman seçilmiş xananın aşağı hissəsində belə yaşıl rəng bir nöqtə var. Kursoru biz nöqtənin üzərinə gətirəndə kursor şəklini dəyişir. Qara rəngli üstəgələ işarəsi kimi görsənir. Biz kursorun sol düyməsini sıxıb kursoru hərəkət elətdirsək aşağıya doğru, həmin xananın içini, xananın içindəki məlumatları, verilənləri aşağıdakı sırayla bax, A1 xanasında, A2 xanasına, A3, A4, A5 və s. xanalara köçürür, kopyalayır. Və bizdə A1 xanasında 1 yazıldığına görə məntiqi olaraq aşağıdakı xanalarda da 1 olacaq. Düzdürmü? Yəni xananın içində nə varsa hamısını kopyalayır. Yox, məsəl üçün, biz buraya baxaq, yazıram 1, 2, 3, diapazon seçdim, C1, C3 diapazonunu seçdim. Bunu mən yenə də bayaqki qayda ilə kopyalasam aşağı, məntiqi olaraq 1-dən sonra 2 gəlir, 2-dən sonra 3 gəlir və 3-dən sonra nə gələcək? 4 gələcək. Baxdıq, bizdə məntiqi ardıcıllığı davam elətdirir. Yəni, bizdə bayaq birini seçmişdik, ona uyğun birini, eynisini kopyaladı. Amma burada bir neçəsini seçmişiksə, birinci, ikinci, üçüncü məntiqdən götürsək, sonra gəlir dördüncü, beşinci və s. Bəs düsturlarla işləyəndə necə olacaq? Gəlin düsturlara baxaq. Biz keçək bunun üçün formulasından show formulas rejimə keçirik ki, düsturları görə bilək. Bu rejimdə bizdə düsturlar görünür. Formatdan da xananın ölçüsünü dəyişək ki, hamısı sığsın. Okey. Baxaq, yazdım. Bərabərdir. A1 üstə gələk B1. Bu əvvəlki dərsdə dediyimiz tekstdən səhv salmayın. Burada düstur, qanuni düstur olaraq yerində qalır. Sadəcə mən qiyməti yox, düsturun görsənməsi rejimini seçmişəm. Onun üçün sizə asan olsun deyə. Bizdə nədir? A1 üstə gələk B1. Yadda saxlayın. Düsturların kopyalanmasında bircə qayda, əsas qaydalardan biri nədir? Birincisi də nisbi ünvanlara aiddir bu əlbəttə ki. Düstur xana olaraq necə yerini dəyişirsə, düsturda qeyd olunmuş, istinad olunmuş xanalar da eyni yerini dəyişir. Yəni ki, məndə düstur hansı xanaya yazılır? C1-ə. Mən bu düsturu aşağı köçürsəm, C2-yə köçürsəm, düstur bir xana olaraq aşağı köçdümü? Düsturda qeyd olunmuş xanalarda hər biri uyğun olaraq bir xana aşağı düşür. Bu şəkildə. Bax, gördünüz? Yəni B1, bizdə C1-də A1-dən B1-i toplayır, düzdür? Biz düsturu kopyalayıb C2-yə yazanda bizdə uyğun olaraq A1 bir xana aşağı düşəcək, B1 də bir xana aşağı düşəcək. Oldu nə? A2, B2. Eyni qaydanı biz aşağı doğru çəksək də davam eləyir. Bu şəkildə. Hər biri öz qarşısındakiləri topladı. Yaxşı. İndi mən bu düsturu kopyalayıb B1-ə yazsam nə olacaq? Kim deyər? Ctrl-C. Bura kopyalayanda bir xana sağa hərəkət elədi, düzdür? İçindəki yazılmışlar da bir xana sağa hərəkət edəcəklər. Olacaq B1 üstə gələk C1. Aydınmı? Düstur bir xana yerini dəyişdiyinə görə düsturda verilmişlər də eyni qaydada düstur kimi bir xana yerini dəyişmiş oldular. Aydındır? Yaxşı. Mən bunu bəs köçürsəm, tutaq ki, aşağı köçürsəm. Eyni qayda bayaqki kimi hərəkət eləmiş olacaq. Aydındır bu? Başa düşdünüz bunu? Yaxşı. Gəlin, belə bir nümunədə nə dərəcədə mənimsədiyimizə baxaq. Sonra işləri bir qədər çətinləşdirək. Yazıram. 1, 2, 3, 6, 5, 4, 7, 8, 9. Okey.
Mən buraya yazıram. Bərabərdir. Bərabərdir. A1 üstə gələk B1. Okey. Qiymətimiz nə oldu? 3 oldu. A1 üstə gələk B1 topladıq. Düzdürmü? Mən bunu kopyalayıb aşağı köçürsəm, bizdə qiymət neçə eləyəcək? Bizdə qiymət eləyəcək 9. Yaxşı. Mən bunu kopyalayıb bura köçürsəm, qiymət nə eləyəcək? 5. Mənə desin ilkin. Mən bura köçürsəm düsturu nə eləyəcək? Bizdə düsturumuzda A1 üstə gələk B1'dir. Düzdür? Bir sağa, bir aşağı gəldik. Eyni A1 bir sağa, bir aşağı gələcək, olacaq B2. B1 də bir sağa, bir aşağı gəlib olacaq C2. Cəmi eləyir bizdə nə? 11. Bura köçürürük. Nə eləyəcək Aytac? Bax, bizdə nə yazılıb burada? Ünvan sətrində bax, yuxarı. A1, B1. Aşağı köçürəndə nə olacaq? Bir xana aşağı düşəcək, düzdür? Bir xana aşağı doğru sürüşdü, düzdür? A1 bir xana aşağı sürüşdü, nə oldu? A2 oldu da, düzdür? 4. B1 də bir xana aşağı sürüşdü, nə oldu? Ay sağ ol. 4, 5 toplandı, nə oldu? İndi, bura düşəndə nə olacaq? Ay sağ ol. Yaxşı. Boş xana 0'dır, yadda saxlayın. Bəs bura köçəndə nə olacaq? İlkin. Bura köçəndə bizdə nə olacaq? 17. Bax, düstur E1'dən F3'ə köçdü, düzdür? E1'dən F3'ə köçdü. Necə yer dəyişdi? Bir sağa, iki aşağı, düzdür? Bir xana sağa, iki xana aşağı doğru hərəkət elədi, düzdürmü? Bizdə düsturda nə var idi? A1, B1, düzdür? A1 buradadır. Bir xana sağa, iki xana aşağı gəldi, nə oldu? B3, düzdürmü? Hə də B3 xanası, 8. Aha. B1, digər xanamızda B1 idi. B1, bir sağa, iki aşağı gəldi, nə oldu? Aydındır? Yaxşı. Onur, burada nə olacaq? Düsturu bura kopyalasaq? Orada 3 olacaq. Ay sağ ol. Orada 3 olacaq. Çünki bizdə 3-dən boş xananı toplayır, C1'dən D1'i toplayır və C1'dən D1 bizdə nə verir? 3 verir. Çünki mən bayaq dedim ki, boş xana bizdə 0'dır. Aydındır? Başa düşdünüz? Çünki bizdə xanada A1, B1 yazılıbdır. 2 xana sağa gəldik, düzdür? A1, 2 xana sağa gəldi, nə olur? C1, düzdürmü? B1, 2 xana sağa gəldi, nə oldu? D1. Aydındır? Başa düşdünüz bunu? Başa düşdün? Gəlin bir də yoxlayaq. Mən yazıram, bərabərdir. 5, üstə gələk. Bu, üstə gələk. Bu. Düstur yadınızdadır. Ədədlər olduğu kimi qalır. Mən bu düsturu kopyaladım. Qoydum, yerləşdirdim F1'ə. E1'dəki düsturu F1'ə köçürdüm. Nə eləyəcək Onur? 5 plus B1 plus C2. Bax, düsturda bizdə hansı xanalara istinad olunur? A1, B2 xanasına istinad olunur. Düzdür? A1, B2 xanasına istinad olunur. Deməli, A1, B2 xanasını biz düstur bir xana sağa sürüşdüyünə görə hər biri bir xana sağa sürüşdürük. 5 olduğu kimi qalır. Dediyim kimi, ədədlər istinad olmayanlar, yəni ki, ədəd deyə başqa bir şeydir, olduğu kimi qalır. A1 bizdə bir xana sağa gedib, nə olacaq? B1. B2 bizdə bir xana sağa gedib, nə olacaq? C2. Aydındır? Yaxşı. Aysel, bura köçürsək nə olur? A2 plus B3. 5'i də yaddan çıxartma. 5 plus A2 plus B3. Yaxşı. Aytac, bura köçürsək nə olur? B2C. Aysel. 5 plus B2 plus C3. Aysel, bura köçürsək nə olur? Yenə izah edirəm. Bura baxın. Düstur buradadır, bu xanadadır. Hansı xanadır? E1 xanasında, düzdür? Düsturda hansı xanalara istinad olunur? A1, B1. A1, B2 xanalarına istinad olunur, düzdürmü?
düsturda A1 və B2 xanalarına istinad olunur. Yəni ki, A1 və B2. Biz düsturu bir xana sağa köçürdük və bir xana aşağı. Deməli, biz Y1-dəki düsturu F2-yə köçürsək, bunları demirəm hələ. Y1-dəki düsturu F2-yə köçürsək, necə hərəkət edir? Bir sağa, bir aşağı, düzdür? Bizdə 5 olduğu kimi qalır. A1, bir sağa, bir aşağı gələcək. Nə olacaq? B2. Digər xana bizdə B2 idi, düzdür? B2 də bizdə bir sağa, bir aşağı gələcək. Aydındırmı? Olacaq C3 və yaxud da E1-dəki düsturu E2-yə köçürürük. Nə olur? 5 olduğu kimi qalır. A1 bizdə bir xana aşağı düşəcək. Olacaq A2. A1 bizdə bir xana aşağı düşdü. Oldu A2. B2 də eyni. Bir xana aşağı düşüb olacaq nə? B3. Aydındır? Yaxşı. Onda mənə fərq desin. Mən F3-ə köçürsəm nə olacaq düstur? Bir xana aşağı yox. Bir sağa, iki aşağıdır. B2 plus C3 sana. Necə? B2 plus C3. C1. B2 5 plus B2 plus Onur. 5 plus B3 plus C. Bax da, düstur buradadır, düzdür? E1-də. E3-ə gəlmək üçün nə vardı? Bir sağa, iki aşağı, düzdür? Deməli, A1, bir sağa, iki aşağı. B2, bir sağa, iki aşağı. Aydındır? Başa düşdün? Başa düşdün? Aytac, başa düşdün? Hə, yox. Yaxşı, onda Aytac desin. Mən bu düsturu C1-ə köçürsəm nə olacaq? E1-dəki düsturu C1-ə köçürsəm nə olacaq? Yox, Aytac. 5 plus C1 plus nə? D2 qəşəng. Aytacda alınır. Harı qoy bax. C1 demişdim də. Ctrl V. Qəşəng. Yaxşı. Mənə Aysel desin. Mən bu düsturu Y4-ə köçürsəm. Y1-dəki düsturu Y4-ə köçürsəm nə olacaq? Y1-dəki düsturu Y4-ə. Aha. B5. Bərabərdir 5 plus A4 üstə gələk B5. Aydındır? Bu yadda saxlayın. Burada yazılan ünvanlar var. B4, C5, A1, B2. Bunlar hamısı bizdə adlanır nə? Nisbi ünvan. Aydındır? Nisbi ünvan. İndi biz sizdən mütləq ünvandan istifadə edəcəyik. Nisbi ünvan düstur yerini dəyişərkən dəyişən ünvanlardır. Aydındır? Məsəl üçün, mən burada A1 xanasını, ya da ki B2 xanası olsun, F4 düyməsinin köməyi ilə çevirdim mütləq ünvana. Bizdə ünvan neçə hissədən ibarət olur? Ünvan 2 hissədən ibarət olur. Sütunun ünvanı, sətrin ünvanı. Yəni ki, xananın yerləşdiyi sütunun ünvanı, bir də xananın yerləşdiyi sətrin ünvanı. Aydındır? Sütun və sətrin ünvanı. Okey, yaxşı. Biz indi mütləqlik simvolunun köməyi ilə sütunun ünvanını da bərkitmişik, sətrin ünvanını da bərkitmişik. Hər ikisini qoşa mütləqlik simvolunun köməyi ilə bərkitmişik. Düzdür? Bu o deməkdir ki, bu düstur hara köçürsə köçsün, həmin bizim mütləq ünvan kimi qeyd edildiyimiz B2 xanası yerində qalacaq, dəyişməyəcək. Aydındır? Başa düşdünüz? Təkcə nə dəyişir? A1 dəyişir. Aydındır? Yaxşı. Mən bunu kopyaladım. Keçirdim bura. Yəni, E1-dəki düsturu mən F2-yə köçürdürəm. Aytac, bizdə nə alınacaq? E1-dəki düsturu
F2'yə köçürürəmsə nə alınacaq? B2 üstə gələk. B2 yox özdə. Bərabərdir. 5 üstə gələk B2. Üstə gələk. Ay sağ. 5 üstə gələk B2. Üstə gələk B2. Aydındır? B2'si orada sığmır amma belə eləyək sığacaq. Yaxşı. Onur, biz G3'ə köçürsək nə olur? E1'dəki düsturu. C3 plus B2 sabit B2. Uzun. Orada olan işaretleri sonra. Xoşuna gəlirdi. Olduğu kimi qalır. Aydındır bu. Başa düşdünüz bunu? Mütləq ünvan. Aydındır. İşləri bir qədər də çətinləşdirək. Və mənim fikrimcə ən qarışığına gətirək. Qarışıq ünvanlar. İşləri qarışdıraq. Qarışıq ünvanlar. Qarışıq ünvan nədir? Qarışıq ünvan, yəni burada 5'i yığışdıraq. Bərabərdir. Bu, Buraqdan istifadə edək bu dəfə də bu. Amma biz bax burada nisbi ünvandır, düzdür? Mütləq ünvanı bilirik. Mütləq ünvanda sütun və sətrin ünvanı bərkidilir. Qarışıq ünvanda bizdə ya sətrin ünvanı bərkidilir, ya da ki sütun ünvanı bərkidilir. Bu nə deməkdir? Biz bunu düsturu hara köçürüksə köçürək. Birinci ünvan var A1. A1 birinci sətirdən kənara çıxmayacaq. A1 ola bilər B1, C1, D1, E1, amma A2 ola bilməz. Aydındır? Birinci sətirdən kənara çıxmayacaq. Nəyə görə? Çünki ünvanda sətr ünvanının qarşısı bağlanır. Yəni sətr ünvanı bərkidilibdir. Aydındırmı? İkinci ünvan olan B1'də də bizdə nə bərkidilir? Sütun ünvanı bərkidilir. Yəni B-dən kənara çıxmayacaq. B1 olacaq, B2 olacaq, B3 olacaq, B4 olacaq. Yəni ki, mən bu düsturu kopyaladım. E1'dəki düsturu kopyaladım. F2'yə keçirirəmsə, bizdə deməli necə hərəkət edəcək? Bir sağa, bir aşağı. Düzdür? İndi baxaq, A1 bizdə bir sağa gəlir, olur B1, amma aşağı düşəndir. Çünki sətr ünvanı bərkidilir, düzdür? Olacaq nə? Bərabərdir B1 vuraq. Eyni B1 ünvanı da bizdə bir sağa gələ bilmir, amma bir aşağı düşür. Olacaq B1 vuraq B2. Baxın, yenə deyirəm. Bir sağa, bir aşağı. Düzdür? A1 bizdə bir sağa gəldi, amma sətr ünvanı bloklandığına görə, bağlandığına görə bir aşağı düşə bilmədi. Bir sağa gəldi, orada da qaldı. B1'də qaldı. Aydındır? B2 də bizdə, daha sonra B1 ünvanı. Bizdə bir sağa gələ bilmədi, amma bir aşağı düşdü. Oldu B2. Aydındır? Başa düşdünüz Aytac? Yaxşı, yoxlayaq. Mən də bu düsturu Y1'ə köçürsəm, Y1'dəki düsturu Y2'yə köçürsəm, nə olur Aytac? E1'dəki düsturu E2'yə köçürdüm. Nə olur? A1. Aha. B2. Ay sağ ol. A1 vuraq B2 oldu. Aydındır? Onur, mən bunu, həmin düsturu G3'ə köçürsəm nə olur? Aha. C1 bırak B2 B3. Ay sağ ol. C1 vuraq B3.